Selam dostlar, Respublikabız boyunca seyahatimizni devam etemiz. Hem biz bugün Aksubay rayonu Iski Karmet avulunda. Bu avulda şair Hasan Tufan tuğan. Naq şuşa negizde 120 yıl ilk Hasan Tufan tuğa. Muzey 2000 yılda açıla. Muzeyda 1000 yarımdan artıq eksponat saklana. Olar barısı da şairinin şəxsi əybirləri. Hasan Tufan ailədə 10-cu bala bulub tuğa. Biz muzeydə şul şırdağı yer cihazları bilən tanışa alabız. Xeyri yurtda mənə şunday şəkillər bulğan. Onda yuqlağanlar, oşağanlar, hem kişilerin əgiyyətlər tınlağanlar. Hasan Tufan kübrək ənisi Gülzize apağa uşağan minimşə. Onun ətisi Fahrullah Tahir abi avulda müğalim bulub işləgən. Kiçkinə Hasan 3-4 yaşında oxurğa öyrənə. Birdə onun birinci oxutuşusu Hasancan Ahmerov'ның foto sürəti saklana. Hasan Tufan 15 yaşında avuldan çıxıb gidə. Hem ol Ufada Galiye Medresesi'nde okuy. Onun okutuşları arasında Seyfi Kudaş, Galimcan İbrahimov hem Şeyhzade Babic bular. Muzeyda şulayıq Iski Karmet avulu tarixi bilen de tanışıb bular. Məsələn, mənə bu bilişməgə qarab, biz Iski Karmet avulu kristiyanları 1900 yılda 2040 sum kredit alğanlarını biləbiz. Hem şul akşağalar ilgin şaşıb üstürəgənlər. Hasan Tufan 1923-25 yıllar aralığında Qozanğa qayta. Olanda yaş yazıcılar tügürəginə yeri başlay. Hem Gadil Kutoy, Hadi Taktaş, Musa Celil bilen tanışam. Tufan kişi 2 məktəbdə də... Dostlar, kod latin harfləri bilen yazılğanlıqdan oqub bitirə olmadım. Lakin onu Hasan Tufan'a Musa Celil yazğanlığın anladım. Hadi Taktaş katlarında uzun Muhammed deb atagan. Hasan Tufan Rus yazıcılarından Yeseninni, Mayakovskiyni yaratgan. Şitil yazıcılarından Byron'ni öz etgan. Muzeyda Hasan Tufan'ның şəxsi kiyimləri, əybirləri hem kitapxanası saklana. Mənə bu küzgünü Hasan Tufan'ның fatirından teatrga alıp gitməkçi bulalar. Lakin küzgü şairinin tuğan negizine qayta. Bu ridikülünü Hasan Tufan xatını Louise apağa bülə gitə. Dostlar, Hasan Tufan'ның ismin məngüləştiri üçün 2010 yılda bir planetaga onun ismin quşqanlar ikən. An poeması üçün Hasan Tufan'ны xalq düşmanı deyip qulğa alalar. Hem ol 15 yıl gümrün türmədə ötkərə. Türmədə də Hasan Tufan icad etüdən tuqtamay şiirlər yazar. Şiirlər yazı üçün ol özünün şriftin uylap taba. Hem bu yazmalarını özündən qala bir kimdə oqıy almay turğan bula. Şiirlərin kiçkinə gənə qağaz kisəklərinə yaza da onlarını türə. Şul türgən qağazlarını kipkən ipini sındırıp ipi orasına qıstıra. Onun şiirlərin bir kimdə tapmaz üçün ipini tükürüklep yapıştıra. Hasan Tufan kamerada bir özügüne otura. Onun yanına bir tuşkan kilip geri başlay. Onlar dostlaşalar. Hem onu qulğa yerleştire. Onu künde ipi bilen söyley. Söyləşə, hatta sıypıy turğan bula. Hasan Tufan sürgündən kiyip qaytqan külmək də muzeyda saklana. Xatını Louise apa Hasan Tufan'ның gayipsiz ikenligine ışana hem onu kütə. Şair türmədə aşıqdan şişine. Hem onun xatını Louise apa Hasan Tufan'ını qutqarır üçün qanun birə uzun tulumların kesip sata. 1966 yılda Hasan Tufan Abdullah Tokay ismindeki devlet premiyasına layık bula. Hasan Tufan turmuşunun soңғы günlərin Akkış Kulündəgi ornaşqan özünün daşısında ötkərə. Dostlar, siz şairinin yaratqan ağaçı qayın, yaratqan şəşəgi ramaşq ikənligin biləydinizmi? Hasan Tufan tuğan avuluna 3 tapqır qaytıp gələ. Dostlar, muzeynin işikləri hər kim işində açıq. Tanılğan şəxslərini biligiz, tuğan yaq tarixin öyrənigiz. Sağ olunuz.